Azərbaycandadır və o düşünür ki, o artıq juniordur. Yəni necə başlamalıdır karyerasına? Düşünürəm bu biraz bir tərəfli şəxsin özündən yox, düşdüyü mühitdən də asılıdır, düşdüyü komandadan da asılıdır, düşdüyü şirkətdən də asılıdır. Fərd olaraq məsələn məndən soruşsanız deyə bilərəm ki, yəni hamının bildiyi bir şey. Yenilikləri öyrənmək lazımdır, trendi izləmək lazımdır. Hansısa bir texnologiyanın, hansısa bir proqramlaşdırma dilinin fanatı olmaq lazım deyil. Dövrün tələblərinə uyğun olaraq bir elastiklik olmalıdır. Keçid eləməyi bacarmalısan. Məsələn, bu gün C# baxırsan ki, məsələn, sən lokal bazara yönəlmiş bir insansansa, sabahlarım gördünüz ki, Python daha öndədir, shift elib Python keçmək lazımdır. Bu elastiklik birinci şərtdir. Ki, məsəl üçün, əvvəl yaşanan problemləri demək istəyirəm. Köhnə proqramlaşdırma dillərindən, məsəl üçün, Delphi, ki, hansı ki, Azərbaycanda bir müddət çox məşhur proqramlaşdırma dili idi. Son bir 15 ildə demək olar ki, istifadə olunmur. Hansı ki, mən Delphi proqramçılar tanıyıram, çox güclü Delphi proqramçılar idi. Yaxşı, həm də mühəndis idi. Mən müəllimlərimdən biri bu arada Delphi proqramçısı oldu. Yaxşı müəllim idi, çox yaxşı proqramçı idi. C++, Delphi öyrənmişdi, orada saxlamışdı, yəni o arxası gəlməmişdi. Bəli. O keçidi eləyə bilmədilər deyə, məsələn, hansı təzə proqramlaşdırma dillərinə C# və ya Java kimi dilləri keçid eləmədilər deyə, elə bir müddət sonra o dildə qaldılar. Yaş da öz sözünü deyir, təbii ki, 30-35. Ondan sonra yeni bir texnologiya öyrənmək istər-istəməz, yəni insan üçün çətinləşir.